Prezident İlham Əliyevin gəlini Aliyə Əliyeva kafedral kilsəsinə gedərək Pasxa bayramını qeyd edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Aliyə Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir. Hər birinizə möhkəm can sağlığı, firavanlıq, sevinç və xoş bayram əhval-ruhiyyəsi arzulayıram deyə paylaşımda yazılıb.